Sponsorlar: Oba Marketlər şəbəkəsi, Mini Boss uşaq bezləri. Sana kurbandır canımız Lənkəran, sen doğma yuvanımız Lənkəran. Adın əzbəridir dilimdə, can Lənkəran, mənə doğma sən əzizsən. Sən Lənkəran, səni hər kəs belə tanıyır. Xan Lənkəran, dənənəy. Adın əzbəridir dilimdə. Ulə, xoş gəlmişsən Lənkərana. Çok sağ ol, çok sağ ol. Bugün ləzzət axtarışında Lənkərandayıq. Xoş gəlibsən bir daha. Teşekkür ederim. Müşfik, levengi yiyeceğiz. Əlbəttə ki, yiyəcəyik. Lənkəran çayı içeceğiz. Lənkəran çayı da içəcəyik. Ve Təbii. Lənkəran limonunu, Lənkəran çayına əlavə edib içeceğiz. Qızlar, Lənkəran limonu da yiyəcəyik. Lənkəranın çayını da içəcəyik. Balıq. Balıq da yiyəcəyik. Ay Ulya, balıqdır, ləvəngidir, böyle o zonaya gəlmişik də. Burada ancaq o yeməkləri yiyəcəyik də, başqa nə yeyə bilərik ki? İstəyirəm. Amma birinci çay içmək istəyirəm. Mən çay içməyə hara para Zaten verərsən? çayın vətənindəyik də. Çay istəyirəm. Təbii çay. Təbii Lənkəran çayı. Çay istəyirəm. İçəcəyik. Lənkəranda ləzzət axtarışı ilə ilk Çəkilişdir. çəkilişdir. Onu deyim ki, Cənub mətbəxi çox genişdir. Onsuz da bir dəfəyə çəkib bitirmək mümkün deyil. Tuzlu plov da var. Amma hamısını bu günləri eləmək bir verişə Bugün sığdırmaq. mən plovla balıq Ha. istəyirəm. Yəni- Amma birinci çay istəyirəm. Mən çay istəyirəm. Yaxşı, sənə bir şey deyim. Bugün biz peçat pilov yeyəcəyik. Peçet plov. Peçat pilov. Mən də onun dadına baxmamışam. Səndən birinci Peçet dəfə plov. olacaq. Dadına Peçet baxma. plov. İndi biz hara gedirik Ulya? Hara gedirik? Lənkəranın İstisu kəndinə, Nilado restoranına. Nilado. Araz müəllimin kəşfi var, peçat pilov. Peçet plov. Birinci başlayırıq peçat pilovun dadına baxmaqdan. Çay var orada. Çay da elə orada. Çayın məskəninə gedirik də. Çay plantasiyalarının içinə aparıram səni. Bax, hara baxatsan çay plantasiyası, orada dərilir, orada hazırlanır, orada da içilir. Getdik Ulya. Getdik. Getdik İstisu kəndinə, ləzzət axtarışındayıq. Ay kızlar, başlayın. Günler, de gel. Artık gün oyandı, her tarafa boyandı. Derdimden neçə yolla yanar, o da qalandı. Dağda qar severler, ağaçta da severler. Özüne çok güvene, üstüne yar severler. Ben gülem gülüzüm, belə hiç zaman solmaz. Benim kimi güzeli, belə sevmemek olmaz. Sevmemek olmaz. Kardeşimden aşkıram, küsmüşe barışmıram. Babamdan güzel benim belki hiç danışmıram. Gülü güzünün sana hiç zaman olmaz. Bizim gibi güzelinlere sevmemek olmaz. Biz gülü güzünün sana hiç zaman olmaz. Bizim gibi güzelinlere sevmemek olmaz. Sevmemek olmaz. Benim kimi güzelim, belə sevməmək olmaz. Benim kimi Sən güzelim, düş qabağıma. belə sevməmək olmaz. Bizi gözləyirlər. Düş qabağıma, bizi gözləyirlər orada. Bizim üçün bir dənə Çay içəcəyik. çay içəcəyik özənə ilə. Boranın əsl Lənkəranda yetişən boranın Dadına mürəbbəsi ilə. baxmamışam heç vaxt. İlk dəfə olacaq. Boranın mürəbbəsini getdik. Samir Usta da bizi gözləyir. Salam, hər Salam. vaxtınız xeyir olsun. Necəsiz usta? Necəsiz? Özünüz necə hissedirsiniz? Şad olun sizi görməyimizə. Təşəkkür ederim. Çox sağ olun əzizim. Demək, öyle Samir Usta bizim Araz müəllimin ən yaxşı yetirmələrindəndir. Samir də burada, bu restoranda aşpaz kimi işləyir. Bugün müəyyən səbəblərdən bizim əzizimiz
Araz müəllim burada deyil. Çox istərdik ki, görüşək. Amma neçə vaxtı da planlaşdırırıq. Yenə də qismət alınmadı. Amma biz Lənkərana gələcəyik də. Çünki Lənkəranın mətbəxi bitmir, tükənmir. Biz Lənkərana ilk dəfədir gəlirik, düzdür? Ləzzət axtarışında bəli. Bizim mətbəximizdə olduğu kimi zənginli, bildiyimiz kimi peçat polumuz var. Bir çoxunuz yəqin ki, eşitmişsiniz. Görmüşük. İnşallah birazdan gedəcək həm Onun dadına baxacağıq. baxına, həm hazırlanmasına baxacaq, həm də dadına. Öyle baxırsan, burada bir neçə məşhurlar olublar ha. Bir neçə yox, elə burada çox məşhur var. Ha, baxıram, bax. Nazan Firuzə xanım da olur İbayeva. burada. Da. Aha. Aha. Usta, Gəldik. yüksək səviyyədə hazırdır. Bu badımcandır. Birinci badımcandır, bəli. Bu ki bişib deyəsən. Bəli, bunlar hazırdır. Səbir yoxdur ki. Baxım ona. Mən ötürürəm bunu içəri. Olar yüngül var da bunun. Bəli, dadına baxın. Aha. Nuş olsun öyle. Sən istəyirsən? Hə, bu zaman da varımdı. Din din. Din. İyi gör necədir? Bu cənuba aid yeməklər ki var. Məsələn, bu badımcan ləvəngisidir, nə bilimi, turşu kababdır, ləvəngi pilodu, qaşqaldaq ləvəngisidir filan bəsməkən. Onların hamısının cənubda yeməyin ayrı ləzzəti var. Bunun içinə bax. Nə var içində? Dərhal qoz hiss olunur. Dərhal. Turşuluq biraz hiss olunur, amma şorluq turşuluğu ötüb bastır edir. Çox ləzzətlidir. Mən Lənkəranda çox yemişəm ləvəngi. Amma bunun içliyi çox dadlıdır. Diğerləri biraz şirin fason olur, amma bu şirin deyil. Bu çox Onu elə deyirəm də, gəlib burada yeməyin ayrı ləzzəti var da. Bizdə yeməklər tam təbii yağla bişir. O da böyük Yağ önəmlidir ya usta. yağı ilə yalnız bişirir. Hamısı, ha? burada Bu da kükü, ha? Kükü. Ha, nehrə yağı. Yağımızdır, bəli. Öz fermamız var, yalnız yağı oradan istifadə edirik. Tamam. Badımcan ləvəngisi Çox dadlıdır. Çox dadlıdır ya, möhtəşəm. Gün biraz tuzu çatmır, amma bununla bu ört bastıra yerində çox dadlıdır. Mən belə ləvəngi yeməmişəm heç vaxt. Vallahi deyirəm, bax. Belə ləvəngi yeməmişəm, daymışıq. Yeməmişsən indi yedimdə indi də, ha. Nə üçün cəmaət bizə baxın, yedimdə indi də. Mən deyirəm, sənə bir dənə yemək hazırlayıram. 5 parmağın 5-ində yalayarsan ha. Mən nəqd indidən 4-ün yalamağa başladım. Çünki bu çəsərə batmayıb onu elə. Onu saxlamışam. Onu saxlamışam. Peçat biloya, peçat. Usta, indi başlayırıq peçat pilovun hazırlamasına, ha? Bunlar nədir? Bu çörəkdir, bu sarı nəydə? Araz müəllim resepti aslında hazırlanır. Bayaq danışdığımız boranı çörək. Bəli. Ha, bayaqları dedi axı, bunlar dadına baxarıq. Bəli, olar. Ay Allah, bu qız. Bax. Gör neyinir? Ay Bu müşrik. dəhşət deyil bu. Ay müşrik, gör neyinir orada? Amma ora əməl göstərməyəm, mən bunun dadına baxmaq istəyirəm. Boranlı çörək. Yandaş. Usta, bunu da denəndə bizə də bu boranlı çörək boranı ilə qarışdırılır. Nə olur? 50% belə deyək, boranın pıdır, 50% də undur. Ha, bir yerdə qarışdırıb Bəli. Tərkibində zeytun yağı var. şirindir usta. Çörək kimidir. Aha. Çörək şirin deyil. Bəli. Bu nədir? O qara çörək otudur. Onun razıyanı Yox, olan da bunu var. deyirəm. Bu qara çörək otudur. Qara çörək otu. Bu rəng kimi o. O bişibdir. Boranıdır. Bir növ qoğalın iyi gəlir. Bəli. Ha. Deyə. Verəcəm, valla verəcəm. Acından öldürən döyürəm səni. Qızdan zülümlə alırsan ya. Tin. İyi bax. İdədinə bax gör.
içlisiz qoğal, hə? Qoxusu da aladı Oy ya. ya, buna bir sən nə qəşəng gedər? Kərə yağı, ağ pendir, şirin çay, səhər yeməyinə. İçlisiz qoğal da elə bir. Nərgiz xala. Qoy, indi baxıb kimisə diqqəti çəkdirsə, bişirmək üçün deyil usta da bu. Deməli, 50% boranı yəqin ki çəkirlər belə. Unla qarışdırırlar. Adı xəmir kimi durur. Ha, içinə də qatılan bu qara Qara olan da var, qara çörək otu ilə olan da var. qara çörək otu ilə. Bu qara çörək otu ilə də amma razyana tamı Qara gəlir. olan da var. Böyle. Oyda. Usta, bu köhnə mis qazanlardılar da. Biz qazanlardı bəli. Aha. Plovumuz bunun içində hazırlanacaq indi. Elə dad da bunlardadır da, dad bunlardadır. Buna baxın, bax. Onu da bir dənə deyim ki, usta sən başda hazırlama. Doğrudan dad bu köhnə qazanlarda. Bax, aha, aclıq vurub başıva. İndi sənə bir şey deyim, Ulyam. Deməli, buradan sonra səni bir dənə də bir yerə aparacam. Orada balıq yeyəcəyik. Köhnə, qədimi, yəni belə deyim, tam qədimi deyil, hardasa bir 30-40 ilin tavasında balıq. Səndən də böyük. Məndən də böyük. Hamımızdan böyük. İkimizi bir yerdə bəli, tutulan da böyük. köhnə tavallarda, təsəvvür et, qulpu yox, nə bilim, əyri-üyrü, amma dad ondadır da, yəni balıq onun içində bişəcək. Ona bax. Düyü, üstünə də düyü, hə? Mən həmişə bilirsiniz ləvəngini necə yeyirəm. Bir dilim doyuq, amma ləvəngini bol. O mümkün olacaq bugün? Olacaq. Əlavə ləvəngi var yəni? İndi əlavə bir bankə də qoyar qıraqda yeyərsən də. Usta, mənim özümün belə evdə köhnədən saxladığım bir-iki dənə tavalar var. Ulyar, mamam neçə dəfə cəhd göstərib ki, onları atsın, tullasın. Demişəm ki, mama, nə vaxt onları gəlsəm, görsəm ki, sən atmısan, o sənin o təzə tavalarını, kastorka, o qazanlarının hamısını mən də aparıb atacam. Müşfiq, plovun dəmlənməsinə fikir verir, zəfəranı belənçdən tökdü. Sarkök kimi tökdü. Təzədən üstün yenə də. Hə. Plovuna. Mən görmüşəm zəfəranı dəmləyirlər, dəmini tökürlər. Daha yaxşı olur, belə deyil. Şimdi biraz da qaynasa əlavə eləyib. İçində özü şey olsun. Özü dəm alacaq. Dəmlənsin. Qoyacaq kürəyə. Qoyuruq yenə kürəyə. Yeməyimiz artıq, belə deyək, qoyuldu kürəyə. Peçatovumuz hazır olana kimi gedək əsl Lənkəran çayının dadına baxayıq, çay masası. Yeməyimiz hazır olana kimi bir dənə Lənkəran çayı. Getdi. Getdi. Usta, bir dənə bu çayları mənə denən də, bu çayın, indi hansı çaydan süzdün mənə? İnci, sadə qara klassik gül çayını süzdü. Belə deyək, çayın açılmayan xırda incə yarpaqlarından dərilir. Premium keyfiyyətli çayımızdır. Deməli, bu gül çayıdır, bu nədir? İkinci ətirli çayımızdır, şeyx çaydır. Tərkibində zirinc var, zəfəran var, şaftalı var, bir də qara premium çay var. Aha. Onlar da burada yetişir də. Hamısı burada. Hamısı burada yetişir. Bunu dedin deyəsən ki, bu başqadır. Ançan çaydır. Nə çayı? Çaydır. Ançan. Ançan. Bəli.
Bunu siz süzün. Aha. Bu deyəsən nəsə rəngi Rəngi dəyişir. göydür, belə deyək. Limon atanda rəngi dəyişilir. Aha. Göy olmağının İçmişəm, bu çaydan içmişəm əslində. Bu amma Səbəbi deyəsən bu nədir? bizə aid deyil ha. Xeyr. göy bənövşəyə döndü, tünd bənövşəyə döndü. Hə, dəyişdi rəngi. Göy oldu bənövşə rəngdə. Mhm. Armudu stəkanda çay, ürəyimiz yananda çay. Buranın mürəbbəsində Ule poranıdan yedin. bizim Yox. restoranımızda bişirilir. Sən zəhmət olmasa Ule xanımla da verərsiniz. Bu nədir? O da cənnət halvamızdır. Araz müəllimin xüsusi resepti aslında hazırlanır. Həmin halva Türkiyədə halva festivalında qızıl medal qazanır. Baxa bilərəm mən də halvaya. Mən birinci boranının dadına baxıram. Bu halva qızıl medal qazanıb. Bəli, bəli, Türkiyədə. İyi, klassik halva da iyi gəlir. Zəfəranın tamısı dərhal gəlir. Qoz. Qoz var tərkibində, Qoz. simitan var. Həm dadım. Smetan da var. Dadım. Baxın. Həm də şirinliyi biz bildiyimiz kimi halvada o şərbət olur. Onun kimi çox deyil, bol deyil. İçərisində simitan var. Simitan var, qoz var. Ona un görə var, belə südlü pesos və var. incə gəlir adamın ağzından. Halva möhtəşəm. Halva deməyin ağız şirin olmur. Ləzzət axtarışında çəkiliş zamanı yediyimiz, içdiyimiz bütün məhsullar təbii və orqanikdir. Elə nə varsa təbiilikdə var. Çalışın, sağlam qalın. Ləzzət axtarışından sponsoru Miniboss uşaq bezləridir. Miniboss uşaq bezləri Azərbaycanın yerli brendidir və ən əsası premium bezlərdir. Körpələrə allergiya vermir və mayəni anında hopur. Bir sözlə, evladlarına Minibossdan istifadə edən valideynlər keyfiyyətimizi yaxşı bilirlər. Çatdırılma da var, bir zənginiz yetər. Xoşbəxt analar, Xoşbəxt körpələr. aha. Olya peçat pilo gəlir, peçat. Vay vay vay. Gözəllik. Usta əllərimə sağ ol usta. Ana baba özünü öldürür orada. Bunlar təmiz nehrə yağlardır ha. Gətir Bunu buralarda qoya bilərsən mən yeyeyim. Gətir Burada onu! özüm İcazə yeyeyim. ver ona! Oy Allah, əl qatdı özünə, sən can götür buna. Bunlar da hamısı təbiidir ya, təbii. Burada hazırlanan da düzdür təbii. Sən üzümü görmək istəyirəm öyle. Ay ya, şöyle başlayaq. Əllərinizə sağlıq. Bundan, bəlkə bundan bir dənə belənsə vuram. Bu nə pilavdır? Yağ getir.
Yaxşı, yaxşı, çox da yağlama. Aa! Ləzzət. Hardan başlayaq usta? Biraz baş hardan istəyirsiniz? Özün servis elə də bizim üçün. Servisi də qabdan yeyək. Mən də hazırlığını başlayayım. Sarımsaq yeyirsən? Ha. Allah sarımsaq yeyir, ağzar öldürür özünü oradakı. Heç nə olmaz, Bir çay maş- içirsən. Sarımsaq Bir iyi maşına ağızdan girəcək. gəlməsin. Sizə life hack deyirəm. Heç kim danışdırmasın Ulyanı. Maşında ağzını açsa hamımız Mənə ürəyimiz qulaq dayanacaq. as, sarımsaq yeyib, təcil sarımsaq istəyirsinizsə, sonra harasa iş görüşmənizə, ümumiyyətlə harasa gedirsinizsə, sarımsağı yeyirsiniz, çay içirsiniz, kofe içirsiniz, saqqız atırsınız ağzınıza, ağzınızdan iyi də zat da gəlmir. Mən bundan yeyirəm. Bundan yemisən? Nədir o? Badımcanın elə bir ki quyruğu da. Hı? Aa, bildim sizi tuttum. Badımcanın özüm plova vurursunuz. Şeydir, atmamaq üçün də Rasxod olmasın, da çox olmasın. Amma bu əla turşudur ya. Ləvəngi, mən bol ləvəngi istəyirəm. Oh. Babat, bu da sarımsaqlıdır. Təşəkkür edirəm. Çox sağ olun. Badımcan turşusu. Bunun da spesifik cənubda olur ha. Badımcan amma loma. Bunun hətta burası var. Dərisinə kimi var. Çubuğun üstündən belə yeyirik. Mən başlayıram, səni Baxara bilmirəm. ustam. Nazır bunu. Ləvəngi ilə bir yerdə. Xırs-xırs deyir ağızda. Pesat pilovun toyuğu. Pesat bişib o da oradan da. Siz ləvəngiyə turşu qatmamışsınız. Ləvəngi çox yumuşaqdır, çox yumuşaqdır. Gedər bundan. Конечно, onu deyim. Davay. Bu gözü havada. Usta, biləm siz elə hər dəfə yeyirsiniz bunu, amma siz də dadına baxın da. Baxın. Bu badımızdan bayaqlar çox xoşuma gəlmişdi deyənə. Mən sevirəm ağızda fərqli dadlar olanda. Həm şirinlik də, bu nədir? Qaysı. Qaysı və qara gavalı, şirin və kişmişdən gəlir. Eyni vaxtda turşluq şeydən gəlir, zilincdən gəlir və şorluq da ləvəngidən gəlir. Əgər inanmasanız, gəlib yeyib inanarsınız. Doğrudan da bu pesat pilov var ha. Pesatdır. Möhtəşəm. Ulya, Haydi. başında da var çalayağı var. Belə yeyirlər mənə cənub sayımı. Doğrudan deyirsən? Cansu baba belə. Buradan bir dənə belə bir şey ət qopardırıq tam. Əti qoydum bunun üstünə. Elə yeyirlər. Hə. Gəl biz də yoxlayaq da onda. Əllər öyrəşir onda. Hə. Da belə. Da oğuzunla da yox, Yox, qatıq belə. pişirmirsən. Belə Belə bilmirəm. pişirir elə bir. Belə deyirlər o. Nə oğuzun içinlə belə eləyirlər. Cansın belə deyirlər. Ha? Yaxşı, inanıram da. Göstər necə eləyirlər, mən dedim. Bu əti qopardım tam buradan bir dənə belə. Yaxşı, qopar. Da belə qopardım belə. Qoydum bunun üstünə. Dayan, çatdırmıram, dayan. Okey, götürdüm. Qoydun ora. Hı. Bunu götürdün. Bax, bunu götürdün. Bax belə. Bərkitdin.
Ondan sonra yeyirsən. Canımsın belə yeyirlər. Mən bunu, ya sən 5.50-nin elədiyini mən barmaqlarımla da eləyə bildim. Bax. Eyni şey mən də eləyə bilərəm, amma daha əlimdə kotlet eləyənlə yox, bax. Onu belə yeyirlər. Əlimdə lülə elədim, kotlet elədim. Bəh. Bunu sana deyim, ərəblər də belə yeyirlər ha. Padustan birbaşa. Ərəblərdə hamısı bir oradan yeyirlər, bir tarafından yeyirlər. Afrikada belədir. Bir qabıdan. Bir tarafından hamımız yemək yemək bir-birimizə qarşı olan sevgi və hörmətin göstəricisidir. Ondan sonra sənin qabından biraz götürüm, yeyim. Sən qarşı hörmət, sevgim görünsün. Usta, tam səmimi deyirəm. Əllərvə sağlıq, mənim qardaşım. Möhtəşəm. Doğrudan deyirəm. Çox Peçat kilo, dadlıdır. doğrudan da peçat idi. Super. Güzel, təşəkkürümü bildirirəm sizə. Var olasınız. Bugün İstisu kəndində Nilado restoranındaydı. Lənkəranda Oba marketdəyik. Xatırlatma edək ki, Oba marketlərdə qonşun qazansın kampanyası davam edir. Hər 20 manatlıq alış-verişə bir şans qazanacaqsınız. Müşük hədiyyələrdən nədir? Hədiyyələrimiz Bakı şəhərində 2 otaqlı mənzil, bir dənə də super avtomobil. Yəni, məncə bu şansı denəməyə dəyər. Buraya biz də girək bazarlığımızı edək, bir şans da biz qazanaq. Okey, amma mən götürəcəm. Daha nə oldu ya? Onda iki Mən götürəcəm. Onda sən də elə, mən də eləyim bazarlığı da. Nə oldu? Yox, elə şey Hamı yoxdur. səni. Elə şey yoxdur, əlbəttə. Minibus uşaq bezləri möhtəşəm bir lotereya kampaniyasına start verdi. Minibus məhsullarını istənilən mağaza şəbəkələrindən alın, App Store və Play Marketdən sandıq tətbiqini yükləyin və aldığınız məhsulun çeki ilə qeydiyyatdan keçin və hədiyyə şansını qazanın. Müşük, hədiyyələr nədir? Hədiyyələrimiz müxtəlif marketlərdən kuponlar, nəqd pul və minibus uşaq bezləri. Minibus lotereyası Instagram üzərindən hər həftənin birinci günü axşam 20:00-da canlı yayında keçiriləcək. Hər həftə 40 qalibdən biri sən ol. Xoşbəxt analar, xoşbəxt körpələr. Hulya, deməli gəldik Lənkəranın Sütəmordov kəndinə. gözəl Dəniz dəniz qırağına, görsənir. gözəlliyə bax, bəh. Çox qəşəng. Qıza, buralarda böyümüşəm mən qıza. Sütəmordov Çox kəndi, gözəl yerdir. dəniz qırağında. Burada bir dostumuz var, balıqçı Ramin. Mən onu TikTokda da paylaşmışdım. Bilmirəm, görmüsən, görməmisən. Balaca balıqlar yerdin. Dadlı balıqlar bişirik. Gəldi. Vay. İndi mərc gələcəkdə oxşam da. Nəydən deyirsən?
Nəydən deyirsən? Mərcələdir. Bu yəni dadlı olmasa balıq, Sən nədənsə adamıza 200 manat verdim. adamımıza 200 manat. Yaxşı, 400 manat da bonus verdim. Bu qardaşın maraqlı bir dənə müştərilərdən bir şərti olur həmişə. Nə şərti? Deyir ki, qoy onun dilinlə deyim də. Deyir ki, ana, mən bişirdiyim balığı yeyirsən, bəyənməsin, adamımıza 200 manat verirəm. Sən hardasan? Özü gəldi. Sən hardasan? Bana bax. Mən Allah'ın adına and olsun, 2 ay buranı rahat-rahat tap. 2 ay. Sən lan kələm Yenə bax, qışqıra şuraya alım. Tapa bilmirsən buranı. Merhaba, ne Sən bura yiyirsən? gəlmirsən axı. Nə var, nə yox, Ne hoş yiyirsən gəldin. qardaş? Hoş gəlmişsin. Salam, salam. Keyfiniz Təşəkkür edirəm. Keyfin əhvalı necədir qardaş? Gəlir. Vəziyyət necədir? Salamatçılıq. Sən Kitay buranı necə tapır? Allah'ın adına and olsun bilmirəm. Kitay Kitay gəlmişdi. Kitaya bir dənə balıq verdim. Kitayın 4 tərəfi okeandı. Kitay məni duz kimi yalayırdı. Kitay 2 ay buradan alacaqmadı. Sağolun. Bu günləri Ulya xan bəyənməsən balığı 200 verirsən pul. Xanımın adı nədir? Ülfət xanım. Ülfət denəndə. Ulya dedin diksindim. Dedim Ulyanın get başa salmayı bir satın. Elə bilir Ruslardır. Gəl. Sözümüz sözdür da. Daha da bir keçən dəfə də gəlmişdin sözümüz sözdür. Əlbəttə sözdür. Necəsən, vəziyyət necədir? Salamatçılıq şükür Allaha. Şükür. Aha, balıqçı Raminin yanındayıq. Balığım var. Ha, niyə yoxdur? Ajdaha. Balığın kral dairəsidir bura. Necə balıq? Balıq. Kral dairəsi. Buradır balığı. Bəli. Bilirəm necəsiz, yaxşısınız? Allah sana sağ Əllərimiz, eləsin. qollarımız var olsun. Vay vay. Bu Ramen, Hə. bu ağsoldu, qarasıldı. Bu Aksoldur. Yəni Şamaykadır. Şamaykanın biraz balacası. Yəni hala bu elə bir başa salımda 8-ci sinifi bura təzə qutaracaq bu. Necə deyim mən bunu yaxı? 8-ci sinif. Hala qutaracaq. Bu illəri. Mənə bax, bunların dedim bayaq kurukları ayrıdır da. Mənadır. Aksol qarasolu bəyənməz. Bəyənməz. Niyə? Şəki külməni bəyənməz. Vay. Qaranın öz abı havası var. Öz Bu kuruk. ağsol olduğunu hardan bilirsiniz? Qarasolla fərqi nədir? Onun abı başladığından necə yəni? Mənim uruqtuluğum hamısı balıqçıdır. Ana tərəfim, ata tərəfim. Bura bax, uşaqlığımda Ulya xanım, mən seni quruşqa almayıb atam anam. Çok. Niyə? Sən soruş niyə? 2 dənə sazanın balasını buraxıblar layana, mən onunla oynamışam. Mən dil açmamışdım, balığı tanıyırdım mən, Ulya xanım. İnsan bir də işlə vuracaq bunu aldı. Bəs, getdik. Niyə danışdırsan kişini? Gedək. O kadar değerim aldı kamada. Balık yapıştı öyle, nazar vermez. Deyirlər ki, niyə Lənkəran Astara zonasının balığı dadlıdır Gölşabana qədər? Niyə? Bunun səbəbi var. Səbəbi də odur ki, mən deyirəm ki, hansı zonanın quyularının suyu içməlidir, o zonanın balığı dadlı olar. Çünki nəyə görə? Su dağdan gəlir, yeraltı gedir dənizə. O balığın dadına dəlalət edir. Fikrim çatır? Balığın dadına o dəlalət edir. Hülya. Gelir. Gəlir. Vah. Bəh. Buna bax. Oy. Qırğın. Oy köpək. Balıqçı Raminin əl işləri. Gəl, müşfik, gəl. Bəh. İndi bunun soymağı var. Ya bunun ağzımızın da suyu gedir. İndi bunun soymağı var. Pilavın üstüne gider. Ha, gedər. Ancaq həzmə edir. Aha.
Ha, o bura gəlməməlidir. O bir dənə. Burada yemək var axı. Hə. Sən necə bunlar 3-ü 4-ə bölmək istəmirlər. Ona görə. Dalaşırlar. Ona da dalaşırlar. Hə. Mən də bunu bölmək istəmirəm. Onda heç biz əlimizi vurmuruq, sən ye. Vurmayın. Sən Ha, sən ye. oy, gözəlliyə bax. Rəmin bəy, Bana. bayaq müşük mənə dedi ki, Hı. sizin yeməklərinizin belə dadlı alınmağına səbəb bu tavalardır. Ha da bu bu köhnə tavaları demişəm də. Köhnə tavalarda dad duz var, düzdür Rami? Yaxşı, indi bir dənə söz deyim də. Aha. Hava vasıtasıdır. Mənim ürəyim istəsə, Teksun qutusu var 17 kiloluğa. Mən onu dəmir kəsən qayçı ilə kəsərəm, bundan da yaxşı bişirərəm. Aha. Onu eləyən mənəm. Of, Mən hazıram, hansını sən. götürməyəsən? Hansını istəyirsən? Kırs diyoruz da biz canımda deyirlər kırs. Vay. Kırs. İndi bunun üstüne məndə qəşəng bu. Cür alçan olduğunu indi başa düşdüm. Ha, bu cıralça budur. Aha, bunun beləsə qəşəng. Bu gilə mərzəli olandı da. Ha, gilə marzalı bu talışlar bunu hazırlayır. Aha. Talışlar. Bunun dadına baxım elə. Kəlləsini də yedin. Kəlləsini Sən də yedin. bayaqdan başı ilə yiyib. Yox. Nə gözəllik. Onu xırsıdamaman. Cheers. Kazım. Hala bak sular hala, soklar hala. Ya, getir. Ama Quyruğunu da yedin. Ne kadar vereceğim onu bana dene. söz yox deyəmirəm. Süper. Rami, mən səndən keçən dəfə TikTok çəkəndən sonra nə qədər adam kommentdə yazırdı ki, necə gedək, hardadır. Mən bir dənə onu yazmışdım ki, mən özüm də birinci dəfə gəlmişdim də, keçən dəfə sənin yanıma gələndə. Stamordov kəndi, Bəli, Stomordov, dənizin qırağı. Bəli, Stomordov Lənkəranın qədim kəndidir, çox qədim, ən qədim kəndidir. Lənkəranın da göz babaydı bura. Azal əvvəldəndən də belə olub, qalib olub bura. Ən sonra da bu balıqçılar olub da bura. Yəni ki, bura bax, mərkəzi stadion yazılıb ha. Aha, Bu hardadır? Stomordovdadır. Deməli, mərkəz də bura olub, elə həmişə. həmişə. Hə, bura mənə bax, stadionun yanından, qabağa Zapravkanın yanından döndün sola, dəmir yoluna 100 metrə sağa buradır. Buranın başqa şey yoxdur. Babat sahil. Bəli, baba sahil. Balıq yemək istəyənlər Babat sahilə gəlsin. Amma bir dənə bir şey var da, yəni Raminin öz şərtləri var. Ramin balığı hazırlayır, gətirir, qoyur masaya, şərtin kəsir. Deyir, qardaşım, yediz balığı. Xoşunuza gəlməsə, adamıza 200 manat verirəm. Hələ bonus da var da. Bonuslar nə qədər deyirsən? 500 manat da bonus. Hələ mənə bax, hələ bunu mənə bax 3 ildə hələ mən arzusunda oldum, belə bir adam görmədim. Udan yox. Görmədim. Çünki birinci gərək balıq ola. Aha. Onu bişirən ola. Bunun başı çıxan ola. Ay sağ ol. İkidim sənin çatdı. Yəni bunu əgər bilirsənsə, bunu hər şey əgər gözəldirsə, o klientin insafı olmaz ki, bu deyək ki, mən bəyənmədim. Bəyənmədimi də deyə bilməz. Çünki nəyə görə? Birdən desə 50 bəyənmədim. manatı verməyə mənə bax, biliyorsan məsələn 100 manatı verməyə, biraz mənə bax, fikirləşir də mən 100 manat burada pul xərcləyəcəm. Ha. O 100 manatı çətinlə ilə altına girir. Mən 2000-in altına girirəm. Mən də nə edəcəm? Ağzının dadını bilən oğlanlar var. Mən də çağıracağam həmin adama, deyəcəm bu ağzının dadını itirib. Siz nə deyirsiniz? Sən məhkəmə eləyir sənə məlumat olar. Hadi, mən sən nə danışsan? Allah qardaş, şimdi görək də bu gün uylayan ürəyici olacaq, Hadi uyla buraya bəylər. sökür, səndən Uyla danışsın. bu tağıtır bayaqdan, qoy mən Mən əslində dənə- çox yeyənəm. Yi. bir Balıq dənə qoy. adamı mənə bax, nə kökəldər, nə bir şey. Balıqdan xeyirli bir şey yoxdur. Doğrudan balıq Balıq hər gözəl şeyə bir şey. xeyirdir, gözə Allah xeyirdir. Allah, hər bir şeyə. Ümumiyyətlə hər bir şeyə. Ben bir də səndən nəyi soruşacaqdım Ramin? Bu ağsol, qarasol ki yeyir ya bu balıq.
İndi çoxlar üçün maraqlı olur. Mən bu paylaşım edəndə də elə yazırdılar ki, ağsol, qarasol. Biri yazır ki, ay onun adı Şamaykadır, biri Bobla yazırdı, belə bir şey. Bu ağsol, qarasol ancaq bizim tərəfdə olur, cənub zonasında olur, yoxsa hər yerdə olur? Dənizdə olur bu? Mənə bax, çox məsələn bizim zonada olur. Çünki o şirin sulara bu balıq meyllidir. Astaradan tutmuş, bunun özü İranda da var. Məsələn, orada da şeyler var da. Məsələn, orada da var. Üzü bu yana Şirvan kanalının özündə də var. Bu balıq indi bu dəqiqə. Yəni demək istəyirəm ki, hər balığın öz vaxtı var, öz məqamı var. Ha, bu bütün ili olmur deyəsən. Yox. Bütün ili olmur. Olacaq mənə bax bir dənəgilə, iki dənəgilə. O da ya karvandan dala qalan olar, ya da yolun tanımayan olar. O da dala qalan. Ha da belə. Azı bu. Bunun dəstə ilə gələn vaxtı var. Bu vaxtlardır. Bura bax bunun da yeyilən vaxtıdır. Bəli, bu vaxtlardır. Tam elə vaxtında gəlmişik də Ramində biz elə bu ağsolu yeməyə. Lap ortasında. Ala. Bir dənə də onda elə. Onu bir dənə də beləsinə. Sağ ol. Bizim məşhur ağsol. Yenə də bunu beləsinə. Ancaq bunu belə yeməyə. Bu çörəyi biz kamçatkaya niyə qoymuşuq? Yəni indi biz çəkişdəyik. Amma inanın ki, bu balığa görə vaxt olub ki, mən hər həftənin 6 bazarı gəlmişəm Lənkərandan. Vaxt olub. Çəkişlərim bitən kimi həftə sonu oturub maşına gəlmişik. Yemişik bu balığı, qayıtmışıq Bakıya. Ağız dadına görə bu qara tavada bişən bu balığa görə gəlməyə dəyər. Hər verişdə dediyim kimi, harada görsəm ki, belə o yemək doğrudan da yəni dadlı yox, dadlının da dadlısıdır. Orada 5 parmağımı yalayaram. O belə bir deyim var axı. Elə yemək verəcəm sənə 5 parmağımın 5-ini də yalayarsan, Ramin, mən sənə uduzdum. Mən səndən 200 manat götürmərəm qardaş. Çünki doğrudan da sən bu işin sənətkarsan. Bax 5 parmağım bax. Özü hamı da yağlı bax. 5 parmağımın 5-ini də yaladım qardaş. Möhtəşəm. Bəyəndin onu ya? Teksturası qəşəngdir. Xırç eləyirsən, xırçıltı elə bir ki, yumuşaqlıq gəlir. Aha. Amma Ramin bəy, Evet. mən sizin o məhkəmənizi görməyi istərəm. Nə oldu öyle? Çünki dadı qulağıma çatan kimi də möhtəşəm deyil. Mən bilirəm, səni öyrədiblər bula. Mən onu gələndə dedim. Götürdən deyirəm, teksturası çox belə xırçıltıdır, xırçıltılıdan sonra ağıza alan kimi, pambıq kimi ağızda əriyir. Sümüyü belə yeyilir. Sərdən neçə balıq yemişəm, ikisini çıxartmışam. Sümüyü belə adamın ağzında əriyir. Dadı çox dadlıdır, elə bu nə cil, nə? Yox. Tur salçaq değil mi? Yox, Tur salça nə? isim Giləmərza. Cır alça. Cır alça. Əsəbləşmə. Cır alça turşusu da Bəyəndin, çox Hülya? dadlıdır, çox gözəldir Ramin bəy. Əllərinizə sağlıq, möhtəşəm idi. Sağ ol Ramin. Öpürəm qardaşım, çox sağ ol. Bu belə qarşıladın bizi. Lənkəranda, İstamordov kəndində ləzzət axtarışındaydıq. Babat sahildə. Babat sahildə Raminin qonağı Ramin, öpürəm qardaşım. Mən də. İndi vaxtımız çatsa, Ulyanı aparacam bir dənə Lənkəranda kokteyldə içməyə. İndi vaxtımız çatsa. Burası bu balığın üstündən görürsən koktel içsək. Nəsə belə, nəsə... Yox, elə bir kuş balığının üstündən hındır bareynası ilə çörək yedin. öpürəm Ramin, öpürəm sən, əcda. Sponsorlar: Oba Marketlər şəbəkəsi, Mini Boss uşaq bezləri.